qadınların xidməti həmişə örtülüdür kişilərə nisbətən. Məsələn, bir evdar qadındır, evdə oturub başını aşağı salıb övlad tərbiyə edir. Səhər böyür, övladı alim olur, şəhid olur. Şan şöhrət tapır, bütün dünya tanıyır, amma ana kölgədə qalır. Ana hansı zəhmətlər bahasına belə bir övlad tərbiyə elədi, cəmiyyətə təqdim elədi, onu heç kəs bilmir. Bilirsiniz, qadının gözəlliyi müəyyən qədər gizliliyindədir, gizli qalmasındadır. Hicab, bilirsiniz də, hicabın şəri hökmləri var, səbəbləri var. Hicab örtünmə nə üçündür, ictimai cəhətdən nə üçündür? Hicabın irfani tərəfi bundan ibarətdir ki, hicab qadına zatən xas olan gizliliyin ifadəsidir. Qadın zatən fəzilət baxımından gizlidir kişiyə nisbətən. Qadın bütün fəzilətlərini üzə çıxarda bilmir. Həmişə pərdə arxasında qalır. Amma mən deyərdim ki, kişidən böyük bir missiya icra edir. Bilirsiniz niyə görə? Çünki qadının içində ixlas çox olur, fədakarlıq çox olur. Kişi üzdə görünən tərəfdir, hansısa bir işləri görür, əvəzini də alır cəmiyyət tərəfindən. Amma fədakar qadınlar, analar, o dahi insanları tərbiyə edən, bəşəriyyətə xidmət edən insanları tərbiyə edən analar həmişə gizlidir, gözlərdən gizlidir. Onların fəziləti tanınmır. Növbə məsumlara çatanda da belədir. Bəli, bütün məsumların fəzilətləri bizdən gizlidir. Amma Həzrət Fatimə salamullahi aleyhanın fəziləti hamısından daha çox gizlidir. Onun məqamını dərk eləmək çox çətindir, olduqca çətindir. İmam Sadiq aleyhissalam buyurur ki, kim Fatiməni tanısa, Qədr gecəsini tanıyıb. Bu, təəccübləndirən, insanı heyrətə sala bilən hədislərdən biridir. Qədr gecəsi bilinmir də nə vaxtı. Xanım Fatimə Zəhranın Qədr gecəsinin fəziləti də bilinmir. Fikir verirsinizsə, buyurur, və ma ədrakə mə leylətul qədr. Sən nə bilirsən nədir Qədr gecəsi? Gətirir Həzrət Fatiməni Qədr gecəsi ilə İmam Sadiq əleyhissalam müqayisə edir. Deyir, Qədr gecəsi kimidir Fatimə? Fikir verirsiniz, şəhadəti də bilinmir. Məzarı da bilinmir. Fəziləti də bilinmir. Bu bilinməməzlikdə nəsə var? Həzrət Fatimənin xüsusi bir lütfu var insanlara. Və mən deyərəm ki, İmam Zaman əleyhissalamın tanınması məhz anası xanım Fatimə Zəhranın Fatimiyyəsinin tanınması inandı. Bilirsiniz, bir mübarizədir, bir ananın başladığı mübarizədir ki, qaynağında eşq, mərhəmət dayanır. Bugün bizim dinimizi bu şəkildə tanıtdırmağa çox ehtiyac var.